Salam, situasiyamızın növbəti 4-cüsünün izahına baxacağıq. Bugün birinci situasiyanın əsas özək hissəsini həll edək, davamı ardıcıl özü gəlir. Deməli, bizə verilib X mol ümumi metilamin, azot və metan qarışığı, üzərinə nə qədərsə oksigen əlavə olunub və sonda artıq qalan oksigen, reaksiya girməyən azot, əmələ gələn azot və reaksiyadan alınan karbon qazı, bunlar hamısı bir yerdə 2x-4 moldur. Su qaz qarışığında hesab olunmur, çünki suyu kondensləşdirərək ayırıblar. Bizə yəni şərtdə onu bildirir. İndi baxaq. Bax, metilamin, azot və metan qazlarından ibarət X mol qaz qarışığı tamamilə yandırılır. Burada azot yanmayacaq, amma digər üzü maddələr yanır. Yanma reaksiyalarını yazaq. CH3NH2 üzərinə gəldim oksigen, alındı karbon qazı, azot və su. Reaksiyanı əmsallaşdırsa bura 4 mol götürməliyik. Bura 9. Bu olur 4, 2. Deməli 5, 5 dedim 20. Burada olur 10. 10 mol da su. Sonra metan qazı yanır. Metan qazı 2 mol oksigendən yanır. Karbon qazı və 2 mol da su buradan. Azot ümumiyyətlə yanma reaksiyasına girmir, yəni yanmır. Çünki proses endotermikdir. Bu belə. Birinci proses yekunlaşdı. Birinci proses nəticəsində bunları yandırdıq. Elə bizdən də 28-də məsələn bunu istəyir. Reaksiya tənliklərini yazın, əmsallaşdırın. İlkin qaz qarışığında metanın mol payını tapın. Deməli, bizə deyir ki, natrium hidroksid məhlulundan keçirilir və aşağıda da verib ki, ikinci proses zamanı natrium hidroksid tamamilə sərf olunub, turş duzu alınır. Natrium hidroksid və karbon qazı birin birə nisbətində reaksiya girsələr, buradan turş duzu alınmış olar. Deməli, buradan alınacaq natrium hidrokarbonat və su. Yox, elə natrium HCO2 su alınmır, natrium hidrokarbonat alınır. Və karbon qazı tamamilə reaksiya daxil olur, natrium hidroksid tamamilə sərf olunur. Natrium hidroksid nü bərabərdir CV düsturuna görə 1,8-i 5-ə vuranda bu edir 9 mol. Əgər bu 9-dursa, onda karbon qazı da 9-dur. 9 mol karbon qazımız var və ümumi bizə deyir ki 0,1x qədər azotdur. Deməli, bunlar ikisi bir yerdə 0,9x-dir və burada karbonun miqdarı nə qədərsə, alınan karbon qazı da eyni qədərdir. Deməli, 0,9x qədər də karbon qazı alınır. Bu da 9-a bərabərdir və x bərabərdir 10 və x-i tapdıq 10. Və son qaz qarışığında nə qədərdir? 2 dəfə 10-um 20, 20-dən də 4 çıxanda qalır 16. Deməli, ümumi 16 mol qaz qarışığı var. Hansı ki, bunun biz tapdıq ki, 9 molu karbon qazıdır. Yerdə qalan nə qədər qalır? 16-dan 9 çıxanda 7 mol. 7 molda, bunlar ikisi də 7 moldur. İndi görək bunlardan nə qədərdir? Deyir, orta molekyular kütlələri 30 olan 2 qaz qarışığıdır. Bu 28-dir, bu 32-dir. Orta molekyular kütləsi 30-dursa 2, 2, 1-in 1-ə nisbəti. Yəni, eyni mol nisbətdədirlər. Onda 7-ni yarı bölürəm. 3,5 1-idir, 3,5-də 1-i. Deməli, burada 3,5 azot var, 3,5 də oksigen var. Və son qaz qarışığında 9 mol da karbon qazı var. Yəni, bizim son qaz qarışığımız bunlardan ibarətdir. Bu hissəsini tamamilə həll etdik. Azot əvvəl nə qədər idi? 0,1x idi. 0,1 də 10-a vuranda bu deyir 1 mol azot. Yəni, ilkin qaz qarışığında 1 mol azot var idi. Daha sonra isə olub 3,5 mol azot. Reaksiyadan sonra. Deməli, 2,5 mol reaksiya nəticəsində alınıb. Və buradan 2,5 mol yeni azot alınıb. 4-dən 2-dirsə 2,5-də onda 5 molda metilamin var imiş. Metilaminə də yazıram 5. Elədi 6, cəmi 10 olmalıdır axı. Deməli, 4 molda qalır metana. Hər şeyi kifayət qədər aydın şəkildə təyin elədik. İndi görək nə soruşur. Deyir, birinci prosesi yazdıq o heç. İlkin qaz qarışığında metanın mol payı. Metan 4-dür, ilkin qaz qarışığı da 10-dur. Onda mol payını tapsam, fi bərabərdir. 4-ü bölürəm, 10-a vururam 100-ə, bu eləyəcək 40%. Reaksiyasındakı burada yazmışım. 29-da cavab vərəqində azot qazının kütləsinin zamandan asılılıq qrafiki. Azot qazını, bax, quraq.
Burada zaten sözlə yazmışıq. Azot qazının kütləsinin zamandan asılılıq qrafiqi. Əvvəl 1 mol azot var idi, yəni 28 qram. Sonra 3,5 28-ə vuranda 98 qram oldu. Sonra da oldu 98. Yəni artdı, gəldi 98-ə. Bu belə qırıq xəttlərlə göstərə bilərik. Bu da belə. Və 30-da deyir, ikinci proses zamanı alınan duzun, buradakı duzdan söhbət gedir, 90% qabın dibinə çökür. Deməli, 9 moldan elə 9 moldan natrium hidrokarbonat alınır. 9-un 90%, 9-u vururam 90-a bölürəm 100-ə. Bu eləyir 8,1 mol natrium hidrokarbonat, hansı ki çökür. Çökən duzdur. Və çökən duzu məhluldan süzmə ilə ayırırıq. Qalan məhlulu 300 milli H-xlor məhlulu ilə neytrallaşdırır. Qalan nə qədərdir ki? 9 idi. Bunun 8,1-i çöktü. Yerdə qaldı 0,9 molu. Və 0,9 mol natrium hidrokarbonat H-xlor məhlulu ilə neytrallaşdırılır. Yəni normal duz alınır. H2O və CO2 reaksiya 1-in 1-ə nisbətində gedir. Əgər bu 0,9 moldursa, onda H-xlor da 0,9 moldur. Deməli, nu bərabər oldu 0,9-a. Həcm olaraq 0,3 litrdir və bizdən qatılığını istəyir. Ayıraraq A malyarda A bərabərdir. Nu bölünsün V. Yəni 0,9-u bölürəm 0,3-ə. Bu da eləyir 3 malyar. A bərabər oldu 3 malyara və çökən duzun kütləsini, çökən duzdakı 8,1 mol natrium hidrokarbonatdır. Natrium hidrokarbonatın emeri neçədir? 48 plus 24. Bu da eləyir 72. 72-ni də 8,1-ə vuranda 72 elədir, 12 qaldı. Bir saniyə, deməli 48 plus 12 elədi 60, üzərinə də 24, 84. 84-ü də 8,1-ə vursaq, bu da eləyəcək 680,4. Bu da növbəti çökən duzun kütləsi. A oldu 3 malyar, çökən duzda oldu 680,4. Və burada qeyd olunur. Keçdik növbəti deməli 5-ci situasiyamıza. CH, xlor, CH3. Natriumlar reaksiyası zamanı reaksiya nəticəsində alınan X maddəsinin və natriumun kütləsinin zamandan asılılıq qrafiki verilir. Deməli, natrium görürük ki 40 qram götürülübmüş. Bundan sərf olunub qalıb 21,6. 40-dan çıxaq 21,6-nı. Buradan yazın. 40 çıxılsın 21,6. Bu eləyir 18,4 qram natrium sərf olunan. 18,4-də bu da 23-ə bölsək neçə? 0,8 mol. 0,8 mol natrium. Və biz bilirik ki, Wurst reaksiyasında 1-in 2-yə nisbətində, daha doğrusu 2-nin 2-yə nisbətində reaksiya gedir bunlar arasında və 1 mol alkan 2 molda natrium xlor alınır. Əgər natrium 0,8-dirsə, deməli ki, bu radikal da 0,8-dir və bu zaman 0,4 molda alkan alınacaq. Reaksiyadan alınan alkan. Və bizə nə deyir? Bax, alınan X maddəsinin deməli kütləsi 68 qramdır. 0,4 molu 68 qramdırsa alkanın 1 molu nə qədərdir? 68-i bölürəm 0,4-ə, bu da eləyir 170 qram. İndi alkan üçün 14-ün plus 2 bərabərdir 170-dirsə, 170-dən 2-sini çıxıram, bunu da 14-ə bölürəm. M bərabərdir 12-yə. Və təbii ki, bu 2 dəfə artaraq 12 olub da. Deməli, bizim radikal hissəmizdə 6 dənə karbonumuz var. Bu CH-dır, xlordur, CH3-dür və cəmi 6 dənə olmalıdır radikal hissədə. İkisi 4-ü də bu R-in içərisindədir. Yəni, R bərabərdir C4H9. İndi hansı formadadır baxacaq. X maddəsinin molekulunda 3'lü karbon atom sayı 4'lü karbon atom sayına bərabərdir. Baxaq. İndi 3'lü karbonla 4'lü karbon eynidirsə,
Bax, tutaq ki, bu karbon üçlü karbon olacaq da. Çünki buradan molekul ikiləşəndə, belə yazaq. Deməli ki, bu R radikalının içərisində hələ bir dörtlü karbon da var. Onda mən bunu dörtlü karbon kimi qururamsa, üçlü butil radikal formasında yazmalıyam ki, dörtlü karbon olsun. Bir dənə bu dörtlü karbon, bir dənə də üçlü. Aşağıda yenə bir dənə üçlü, bir dənə də dörtlü. Yəni, ümumən alkan tərkibində 2 dörtlü, 2 dənə də üçlü var və üçlü və dörtlü karbon atom sayıları bir-birinə bərabərdir. Biz radikalın üçlü butil radikalı olduğunu təyin elədik. İndi keçək aşağıya, görək nə soruşur. Daha doğrusu yuxarıya. Deyir ki, X-in alınma reaksiyasını yazın və əmsallaşdırın. Yazaq. Bax, radikalı, artıq hidrogenləri yazmıram. Radikalı təyin elədik. Və üzərinə 2 molun üzərinə 2 mol da natrium əlavə edirik. Və bu zaman C bu formada yazıram. CH2 verək aşağı, molekul buradan uzadaq, halogen tərəfdən. Sanki bunların yerini dəyişmişik də bu formada. Və eynisini təkrarlayıram. Və bu buradan başqa rəng yazın. Bu dörtlü karbon, dörtlü. Bu üçlü, bu da üçlü. 2 dənə üçlü, 2 dənə də dörtlü var. Reaksiyanı yazdıq, əmsallaşdırdıq. 2 mol da natri xlor alınacaq. Və X-in beynəlxalq nomenklaturunu adlandırın. Ən uzun zənciri seçirik, nömrələyirik. 1, 2, 3, 4, 5, 6. Və beynəlxalq nomenklaturunu adlandırsaq, deməli 2, 2, 3, 4, 5, 5, neçə olur? Heksametil, heksan. Bu da oldu beynəlxalq nomenklaturunu adlandırılması. Çünki 1, 2, 3, 4, 5, 6 dənə metil radikalından ibarət. Yerlərini göstərir, heksametil, heksan şəklində də adlandırmış oluruq. Gəldik 29-cu suala. Deyir, reaksiya zamanı sərf olunan xlorlu birləşmənin və alınan qeyri-üzvü maddənin mol miqdarının zamandan asıllıq qrafikini qurun. İndi bizə burada bax 0,8 mol natriumdur. Düzdür? 0,4 mol üzərində yazım. Bax, 0,8 mol natriumdur, 0,8 mol üzvü maddədir. Bu zaman alınır 0,4 mol deməli alkan və 0,8 mol da natri xlor. Və deyir ki, sərf olunan xlorlu birləşmənin və alınan qeyri-üzvü maddənin mol miqdarının zamandan asıllıq qrafiki. Sərf olunan xlorlu birləşmə 0,8 mol tamamilə sərf olunub, bu xlorlu birləşmə və alınan qeyri-üzvü maddə isə natri xlordur. Bu da 0,8 mol alınıb. Və bu da natri xlor olsun, bu da üzvü maddə xlorlu. Deməli, bu da 0,8 mol alınıb. Belə bir şey götürək. Deməli, mol miqdarını zamandan asıllıq qrafikini qurduq. Bu da zamandan asıllıq qrafiki. Daha sonra deyir ki, X-in 0,5 molunun yanması zamanı alınan karbon qazı. X-in tərkibində nə qədər karbon var? 6 dənə metildədir, 6 dənə də əsas zəncirindədir. 12 dənə karbon var. C12, H24, 26. Və bunun oksigende yanması zamanı 12 mol karbon qazı alınır, 13 mol da su alınmış olur. İndi 0,5 molu əgər yanarsa, buradan 6 mol karbon qazı alınacaq. Həmin karbon qazı artıqlaması ilə götürülmüş, sönmüş əhəng məhlulundan keçirilir. Və alınan çöküntünün kütləsini müəyyənləşdirin. Təbii ki, 6 mol karbon qazıdır. Artıqlaması ilə əhəng suyundan keçirilərsə, buradan 6 mol da kalsium karbonat çöküntüsü alınır. Bizdən kütlə istəyir, bu da eləyəcək 600 qram. Və deyir, X-i beynəlxalq nomenklatura ilə adlandırın. X-i zaten yuxarıda da soruşmamışdı mı? X-i yuxarıda da demişdi, beynəlxalq nomenklatura ilə adlandırın. Yəni, eyni bir şeydir. Əlavə bir şeye ehtiyac yoxdur. Cavab olur 600.
Gəldik növbəti 6-cı situasiyamıza. Bəli, 6-cı situasiyada bizə karbon və kükürddən ibarət 20 qram qarışıq verir. Karbondur, bu da kükürdür. Tutaq ki, bu A mol, bu da B mol olsa, deməli 12A üstə gəl 32B, bu nəyə bərabərdir? 20 qrama. Daha sonra deyir ki, qarışıq oksigende tam yandırılıb. Tam yandırılanda bu çevrilir karbon qazına, elə A molda oksigen sərf olunur. Buna da B mol oksigen sərf olunur və B molda SO2 alınmış olur. Və görürük ki, oksigen tamamilə sərf olunmayıb. Deməli 4M-dən 3M-ə düşüb, yəni M qram oksigen sərf olunur. Bu 20 qram və deyir ki, M qramda 4M-dən 3M-ə düşdüyünə görə M qramda oksigen sərf olunur. Burada da sərf olunan oksigen görsənir. 32A üstə gəl 32B, bu da bərabərdir M qrama. İndi buradan alt-alta sistem tənliyi formasında çıxsaq, 20A bərabərdir M çıxılsın 20. Həmçinin 32A üstə gəl 32B M qramdırsa, bizə də oksigenin molu da 3M bölünsün 32 qədərdir də, düzdürmü? Və sərf olunan, daha doğrusu alınan karbon qazı ilə SO2-nin mol miqdarı da A plus B qədərdir. Onda buradan bu dairəyə aldığım hissənin A plus B-ni tapsam, bu da bərabər olacaq M bölünsün 32-yə. Bu karbon qazı ilə SO2-nin mol miqdarıdır. M bölünsün 32 olaraq. Məsələn, buradan M-i tapsam, M-in yerinə 32A üstə gəl 32B çıxılsın 20 yaza bilərəm. Buradan deməli, A-ları keçirsək bu tərəfə, 20 bərabərdir. 32-dən 20 çıxıram, 12A üstə gəl 32B. Bu da bir bərabərlik. Bunlar bizə lazım olacaq. İndi növbəti 36-ya əsasən hesablamamızı aparaq. 36 bərabər. Nələrimiz var? A mol SO2, B mol, daha doğrusu A mol karbon qazı, B mol SO2. Bunların ümumi kütləsi 32 plus, daha doğrusu 44A üstə gəl 64B eləyir. Sonra bizdə oksigen var qaz qarışığında 3M qram, hansı ki artıq qalıb, bunu yazıram. Və mol miqdarı olaraq A plus B, üzərinə də gəlirəm 3M böl 32-də oksigen. A plus B-nin yerinə bunu istifadə edə bilərəm. Yəni bura M bölünsün 32 yaza bilərəm və bunu cəmləyəndə edir 4M bölünsün 32. 4M bölünsün 32. Bu 32 ilə 36 ixtisar gedir 9. Burada qalır 8. 4 ilə 8-i ixtisar eləsəm, burada da 2 qalır. Yəni aşağıda qaldı M böl 2. Bu 2 təbii ki yuxarı qalxa bilər. Və yaxud da ki bu 2 ilə bu 9-u ixtisar edərsən, burada ümumiyyətlə yazarıq 4,5. Yəni qısaldırıq da, belə deyək, maksimum qısaldırıq. Sonra indi M-ləri eyni tərəfə keçirsəm, 4,5M, buradan 3-ün çıxanda qaldı 1,5M, bərabərdir 44A üstə gəl 64B-yə. Bu nədir? Karbon qazı ilə SO2-nin kütləsi. Və bizə deyir ki, X qram natrium hidroksid məhlulundan buraxanda məhlulun kütləsi 3% artıb. Məhlulun kütləsi budur da. 44A üstə gəl 64B. Buna görə artıb yəni. Çünki bunlar natrium hidroksidlə reaksiya daxil olurlar. Bu da 1,5M-dir. Onda X nəyə bərabərdir? 1,5 əgər 3%-dirsə, X bunun 100%-dir. 3% isə 1,5 M-ə bərabərdir. Biraz yuxarı çəkək. Deməli, 1,5 M-də olacaq 3%. Buradan 1,5 ilə 3-ü ixtisar edirəm. 2, 1. 100 ilə də 2-ni 51. Və X bərabər olur 50 M-ə. İndi bura qədər hələ ki təyin edəcək. Axırda X-i də tapacağıq. İndi 44A 64B bu 1,5 M-ə bərabər oldu. Sonra nəyə soruşur bizdən? İndi gətirək yerinə qoyaq da.
Deməli 1,5m üstünə 3m gələndə 4,5m, m-ə də böləndə 4,5. Bəli, buradan bərabərliyi tam olaraq almış oluruq. İndi gələk bu 20 qram söhbətinə. Deməli 12a üstə gəl 32b 20 qram yazmışdıq. Düzdür, 32a üstə gəl 32b-yə də m yazmışıq. İndi buradan da bir sistem tənliyi alırıq və bu sistem tənliyi həll eləyək. Aşağıdakı reaksiyanı 2 dəfə artırsaq, bu da olacaq 64b, bu da olacaq 64a, bu da olacaq 2m. İndi sistem tənliyə gətirəndə bunlar alt-alta getdi. 64-dən 44 çıxıram 20a, 2m-dən də 1,5 çıxıram 0,5m. Və 20a burada da var da, bərabərdir m çıxılsın 20. 20a-nın əvəzinə yazıram m çıx 20. Onda 0,5m bərabərdir m çıx 20-dirsə 20 bərabər olur 0,5m. Və m də bərabər olacaq 40-a. M-i tapdıq 40. Yəni oksigenin sərf olunan kütləsi. 32a üstə gəl 32p2 yazırdıq. A üstə gəl b cəmi 40-ı 32-yə böləndə görə bunların ümumi mol cəmi nə qədər eləyir? 40 bölünsün 32, bu eləyir 1,25. Yəni a üstə gəl b bərabərdir 1,25. M bölünsün 32-yə əsasən tapdıqda 40-ı böldük 32-yə elədi 1,25. İndi bax sistem tənliyimizi yeniləyək. Bu hissələri pozuram. Sistem tənliyimizdə nəyi tapdıq? A plus B bərabərdir 1,25 və 12A üstə gəl 32B bərabərdir 20. Şimdi normal adi sistem tənliyə gətirmiş olduq. Reaksiyanı 12 dəfə artıraq yuxarıda. 1,25-i də 12-yə vuranda bu da eləyir 15. Burada yazaq 15. Buradan A'lar getdi. 32-dən 12 çıxanda 20B bərabərdir. 20-dən də 15-in çıxanda 5. B buradan bərabərdir. 5 bölünsün 20, yəni 0,25. Cəmi də 1,25-də, onda A da bərabər olur 1-ə. Deməli, ilkin qaz qarşılığımızda 1 mol karbon var imiş, 0,25 molda kükürt var imiş. Bura qədər təyin edik və 4 m qram, yəni 4 vurulsun 40, 160 qramda oksigen var imiş. Bunları yandırmaq üçün yəni əlavə olunan. Bu da 5 mol oksigen eləyir. Yəni üzərinə də 5 mol oksigen əlavə olunub. İndi görək bizdən nələri soruşur. Bax, deyir ki, karbon və kükürtdən ibarət ilkin qarşıda karbonun kütlə payını. Bax, 1 mol karbondur, 12 qram. 0,25 mol kükürtdür. 0,25-də 32-yə vuranda bu da eləyir 8 qram. Yəni ümumi 20 qram budur. İndi bizə deyir ki, karbonun kütlə payını tapın. Omega karbon bərabərdir. 12-ni bölürəm 20-yə, vururam 100-ə. 12-ni də 5-ə vuranda 60%. Bu birincinin cavabı və kükürdün mol miqdarını müəyyənləşdirin. 0,25 molda kükürt. Bu belə. 29-a gəlsək, birinci prosesin sonunda alınan qaz qarşılığında oksigenin mol payını hesablayın. Birinci prosesin sonunda A mol, yəni 1 mol karbon qazı var, 0,25 mol SO2 var və 3 m qram, 3-ü də 40-a vuranda 120 qram oksigen var. Bunu da 32-yə bölsəm, eləyir 3,75 mol oksigen. Və deyir ki, qaz qarşılığında oksigenin mol payını. Ümumi qaz qarşılığımız görə nə qədərdir? 3,75 üstünə 1, üstünə də 0,25 gələndə cəmi eləyir 5 mol qaz qarşılığı. Onda fi oksigen üçün hesablasaq, 3,75-i 5-ə bölüb 100-ə vurmalıyam. 3,75-i bölürəm 5-ə vururam 100-ə, bu da eləyir 75%. Bu da oksigenin mol payını. M-i də aşağıda tapmışdıq. M də bərabərdir neçəyə? 40-a. Bu da belə. 30-cu sualda əgər ikinci proses zamanı 5% natrium hidroksid məhlulu istifadə olunubsa, bu hissələri də pozaq, çünki birinci proses üçün bizə lazım idi. Deməli, 5% natrium hidroksid məhlulu, bizə deyək x qram natrium hidroksid məhlulu, x qram nə qədərdir? X-i tapsaq, birinci x-i tapaq, çünki buradan bizə x də istəyir. Bax,
deməli 1 mol karbon qazı alınmışdı. 0,25 mol da SO2 alınmışdı və bunların kütləsi məhlulun kütləsinə 3% artım verib. İndi görək məhlulun bunlar əgər 3%dirsə məhlulun ümumi kütləsi nə qədərdir? Bu eləyir 44 qram. 0,25-i də 64-ə vuranda bu da eləyir 16 qram. Ümumi 60 qram. 50, o da 10. 60 qram deməli bu qazlar var və əgər bu 60 qram qaz bizə 3% artım veribsə, məhlulun 100% nəyə bərabərdir? Buradan ixtisar aparıram 21, x də bərabər olacaq 2000. Deməli məhlulun x, yəni olaraq məhlulun natrium hidroksid məhlulun kütləsi 2000-dir. Və 5% natrium hidroksid məhlulu deyirsə, 5%dirsə 2000-i vururam 5-ə, bölürəm 100-ə. Buradan ixtisar aparsam 5 dəfə 2010 eləyir 100 qram. Deməli, əgər 100 qram natrium hidroksid olsa, alınan duzların kütləsini və x hesablayın. Deməli, ikinci prosesdə baxaq. Natrium hidroksid karbon qazı ilə də reaksiyaya girsə, natrium hidroksid SO2 ilə də reaksiyaya girsə, yəni hər ikisində reaksiya ümumi olaraq 2-nin 1-ə nisbətində gedir. Və 100 qram, yəni 100-ü 40-a böləndə 2,5 mol ümumi natrium hidroksidimiz varsa, görək burada reaksiya necə gedir. 1 mol karbon qazımız var. 1 molla 2 molu reaksiyaya girər və burada da 0,25 molsa 0,25 molla da 2 dəfə daha çox, yəni 0,5 molu gedər. Və ümumi cəmi 2,5 mol tam olaraq reaksiyaya girir və buradan natrium karbonat alınır. Deməli 1 mol və buradan isə natrium sulfat alınır. Natrium sulfit daha doğrusu. Natrium sulfit alınır. Deməli 2:1 nisbəti ilə baxanda və deməli 0,25 mol. 0,25 mol natrium sulfit, 1 mol da natrium karbonat. Bizdən də bu duzların kütləsini istəyir. 1 mol natrium karbonatımız nə qədərdir? Hesablayaq. 1 mol natrium karbonat, deməli karbonat isə elədi 48 ilə 12 60, üzərinə də 46 gələndə bu elədi 106 qram, üzərinə də 0,25 mol natrium sulfit. Deməli 48 plus 32 plus 46, bu eləyir 126, bunu da 0,25-ə vuranda 31,5 qram da bu. Və cəmləsək 137,5 qram duz qarışıq. Yəni ümumi duzların kütlə cəmi olaraq hesablaya bilərik.